De ki, sizi yaradan, sizə qulaq, göz və ürək verən odur. Necə də az şükr edirsiniz. De ki, sizi yeryüzünə yayan da odur. Siz onun hüzuruna toplanılacaqsınız. Onlar deyirlər, əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq? De ki, buna aid bilgi yalnız Allah yanındadır. Mən isə ancaq xəbərdar və bəyan edənəm. Kafirlər əzabın yaxın olduğunu gördükdə, üzləri eybəcər görkəm alacaq və onlara, sizin durmadan istədiyiniz əzab bax budur deyiləcəkdir. De ki, deyin görüm, əgər Allah məni və mənimlə birlikdə olanları məhv edərsə və ya bizə mərhəmət göstərərsə, bəs siz kafirləri ağrılı-acılı əzabdan kim qurtara bilər? De ki, o mərhəmətli Allahdır. Biz ona iman gətirib, ona təvəkkül etmişik. Kimin tam azğınlıq içində olduğunu tezliklə biləcəksiniz. De ki, deyin görüm, əgər suyunuz yerin dibinə çöksə, Allahdan başqa kim sizə axar su gətirə bilər?